Salamlayıram əziz izləyiciləri. Mən yenə qısa bir video ilə sizin qarşınızdayam. Mən bilmirəm, bu mənim 3-cü ya 4-cü videomdur. Yadımda qalmayıb. Bu dəfəki müraciətim ölkə başçısı Prezident İlham Əliyevədir. Mən Baş Prokuror Kamran Əliyevə, hüquq mühafizə orqanlarına, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova vəzifəli şəxslərə müraciət etmişəm. Bunlar da özlərini o yerə qoymurlar. Məndə əsaslı şübhələr yaranıb ki, elə bu işin başında vəzifəli şəxslər, hüquq mühafizə orqanlarıdır. Rəhbər şəxslər dayanıb bu işin başında. Bu işin təşkilatçısıdır. Burada iki variant var. Ya bunların xəbəri varsa özləridir, ya bunların xəbəri yoxdur. Yoxsa daha pisdir. Adamı heç bir günahı olmadan adamı tutub qoyublar içəri. Neçə aydır evladım orada əziyyət çəkir. Onun çəkdiyi əzabın 10 qatını mən çəkirəm. Mən tənha qadınam. Xəstəliklərdən əziyyət çəkirəm. Heç kimim yoxdur. Bir dənə aman zaman övladım var, onu da tutub qoyublar içəri. Bəs mən necə etməliyəm? Necə yaşamalıyam? Mənə kim baxmalıdır? Mənə kim qulluq etməlidir? Mənim işlərimə kim əl atmalıdır? Mən yekun olaraq kimə müraciət etməliyəm? Niyə bu məsələlərə baxılmır? Kimin ağlına gələrdi ki, kim bilə bilərdi ki, 30 ildən sonra ermənilər ki, gəlib məhkəmə qabağına çıxarılıb, ha? Kim bilə bilərdi? Heç onların ağlına da gəlməzdi. Yatıb yuxularında belə görməzdilər ki, bir gün haqq ədalət qarşısında cavab verməli olacaqlar. İndi məmurlar da, vəzifəli şəxslər də, bu cür hərəkət edənlər də düşünməsinlər ki, cəzasız qalacaqlar. Bir gün olacaq, bir vaxt gələcək, çıxarılacaq qanun qarşısına, çıxarılacaq haqq ədalət qarşısına və onlar da öz əməllərinin layiqli cavabını alacaqlar. Mən buna əminəm, tam inanıram. Onlar üçün həmişə belə getməyəcək. Onlar üçün qara günlər başlayacaq, ha. O yığdıqları milyonlar, milyardlar onların dadına çatmayacaq. Baş prokuror Kamran Əliyev, düşünmə ki, belə olacaq. Səndən qabaq olanlar, onların da bir taleyinə bax. Bu nədir? Cəmaatı tutublar, qanunsuz həbs edirlər, işgəncələr verirlər. Ay ölkənin rəhbəri İlham Əliyev, mən kimə müraciət etməliyəm? Yer göstərin mənə, mən ora müraciət edim. Sübut olunur ki, bu insanı heç nədən tutublar. Belədirsə, bu insanı niyə buraxmırlar? Nə boyda adamlardır ki, evladımı tutturublar, nə qisas alırlar. Ölkənin başçısı Prezident İlham Əliyev bu adamı tutublar. Bir dənə də olsa sübut yoxdur ortada, mötəbər və mümkün sübut yoxdur. Məhkəmə də bunu bilir, prokurorluq da bunu bilir. Amma nədənsə mənim övladımı tutublar, qisas alırlar. Niyə alırlar? 7 gün xəbərin YouTube kanalına abunə olun. Bundan başqa, həqiqətlərdən daha çox insanın vaxtında xəbər tutması üçün videoları bəyənin və paylaşın.